Hamza salam əziz dostlar. Bugün Futbol 2006 Mobile'da sizə necə birinci klasman olunur onu sizə göstərəcəm. Bu videoda taktik və dizilişləri sizə göstərəcəm. Daha rahat birinci klasman ola bilərsiniz. Belə videoların davamı gəlməsini istəyirsinizsə kanala abunə olub like atmağı yaddan çıxarmayın. Sağ olun. Bəli dostlar, gördüyünüz kimi videomuzu keçdik. Bu videoda mən sizə dizilişin skeletini göstərəcəm. Bir də ki dizilişin oyuncu mövqelərini, yəni taktikasını sizə göstərəcəm. Buradan diziliş ayarından dəyişkən dizilişi açırıq. Hücum dizilişi 4 3 1 2 qoyuruq. Defansa 4 3 1 2 qoyuruq. Və bunları qoyduqdan sonra dizilişimizi qura bilərik. Hücumda buranı gizli forvet eləyirik. Aha. Biraz dosu arxaya çəkək. Buranı göbək eləmək lazımdır. Buranı da göbək. Buranı da göbək eləyək. Aha. Bu bizim dostlar gördüğünüz kimi hücum dizilişimizdir. İndi isə defans dizilişini sizə göstərəcəm. Defans dizilişində stoperlərə dala qoyaq. Bunu da üçlü stoper eləyirik. Silvestri bura gətirək. Bombu da bura qoyaq. Belə. Aha. Bu isə bizim defans dizilişimiz sayılır. Baxın, hücum dizilişi, defans dizilişi. Burada əsas məntiq və taktika dostlar. İlk başda buradan başlayaq, sağ bekdən. Sağ bek əslində hücumçu bekdir. Siz bunu bilimsel talimatlarda defansif verərək qabağa çıxmasının qarşısını alırsınız. İkinci, yok edici olması lazımdır. Üçüncü isə oyun kurucu olması lazımdır. Əgər iki yok edici olsa, sizin müdafiədə çox boşluqlar yarana bilər. Və Silvestri isə hücumçu bek olur. Ya siz buradan yəni hücuma çıxıb pas dağıdarsınız buralara, ya da ki orta açarsınız ki orta kafada qapıya qol vura bilərsiniz. Defansif orta saha mütləq ki ön libero olmalıdır ki dala gəlsin. Göbəyə orkestr şefi qurmalısınız. Oyunu rahat qurur. Həm qabağa gedir, həm dala gəlir. Bildiyimiz kimi, adından bildiyimiz kimi tam orta saha qoymaq lazımdır bura ki. Yəni tam orta saha oyunu qabaqlara atır, yəni qurur oyunu. Burada isə orkestr şefi qoymağımın səbəbi isə iki dost olduqda, yəni bu Ricard'ın yəni defansif özelliklər çox yaxşıdır. Baxın 90, 95, 93, 94. Yəni 90-dan yuxarı olsa yaxşıdır. Ona görə biz onu həm göbək həm də defansif orta sahada rahat oynada bilərik. Burada yəni gizli forvet həm defansif orta sahada mən yaratıcı oyun kurucu oynadıram. Siz istərseniz boşluq kollayan və yaxud da geriyə gələn forvetdə oynada bilərsiniz. Santraforlar fırsatçı golcü olmalıdır. O biri isə mən kurnaz oynatmışam. O da sizin istəyinizə bağlı. İstərseniz fırsatçı golcü oynadarsınız, istərseniz kurnaz, yəni fərqi yoxdur. Yəni dizilişimiz belədir. Yəni mən bu dizilişlə birinci klasman oldum. Keçək indi klasmanımıza, baxaq bu dizilişlə uda biləcəyikmi? Oyunumuza keçdik. Buradan indi istərseniz bu oyunluq eləyib oynadaq. Defansımız budur, hücumumuz budur. Rəqibimizə baxaq. Bəli, rəqibimiz erməni çıxdı ki, bunu mütləq ki udmalıyıq. Və rəqibin oyuncularını tutmaq lazımdır. Əgər rəqib sağ kanat və sol kanat oynadırsa, sağ üçün oyuncularını tutun. Məsələn, buradan sılıbı, buradan yox, olmayacaq belə. Diyan. Stoperlə Slavskov, yəni Tim Bronze o bir tərəfdə oynayır. Adam markajı buranda gizli forvet Messi'ni qoyub. Aha. Bu oyuncularını tutduq ki hücuma çıxmasın. Bu erməni yəni 100% biz udmalıyıq ki, yəni inşallah uduzmarıq buna. Bizim də dizilişimiz və taktikamız budur. Defansa 4 3 1 2, hücuma 4 3 3 oynayırıq və başlayaq maçımızın oyununa. Və dostlar, oyunumuza başladıq. El Diouf'la atdıq qabağa. Burada Romario, rəqibimiz ermənidir biliyoruz. Bunu udmalıyıq. Silvestr. Aha, Silvestr orta atsaq baxaq. Pele vura bilmədik. Aha, Cannavaro çox qabağa gəldi. Atdı, Seong döndü. Oy. Baresi geçi attı qabağa. Romario. Aha, top bizə düşdü. Romario ve gol.
Bundan sonra yenə gol vursam gol sevinci eləyəcəm bu erməni rəqibə. 1-0 qabaqdayıq bu klasmanda, bu dizilişdə. Atdıq. Romario hat-trick eləyər. Penal. Penal oldu bu dəfə. Baxaq bu penalı vura biləcəkmi? Bu dəfə qapıçıyla vuracam bu penalı ki, daha yaxşı gol sevinci eləyək. Qapıçını Vozino seçək. Sola vurduq. İnşallah düz vurmuşuq. Gəldi Vozino vura biləcəkmi? Və gol. Gol sevinci görürüz ki, elədi Vozino'na və erməni rəqibə. Bu biraz qudursun. 2-0 rəqib udurur klasmanda, gördüyünüz kimi. Nənə kart. Romario olmadı dəfə. Aha, rəqib qəşarı pas atdı. Burada Messi var. Messi, amma Boris'i çox qəşəng tutdu orada, qəşəng müdafiə elədi. Və 30-cu dəqiqədə 2-0 uduruq bu rəqibi, yəni erməni rəqibini. Atdıq Cannavaro. Diouf. Aha, Romario yenə. Romario attı. El Diouf. Çata bilərmi topa? El Diouf. El Diouf. Aha. Olmadı. Nətər? Momentum yaranıb oyunda. Attı Ricard. Pele. Boşluq gördü. Romario çata bilərmi topa? Aynen şutuma verək. Qəşəng. Ricard. Pele. Az qaldı. Cannavaro attı. Bomela. Parkinson. Oy, rəqibə nəsə momentum yaradı. Hücuma çıxa bilmirəm. Amma 2 golumuz vurmuşuq. Biz rahatıq indi. Şimdi Romario gələ bilərmi? Hə, Romario double eləyir. 3-cü golumuzu da vurduq. İndi 70 dəqiqə oyun dəyişək. Oyuncularımızı dəyişək. Kimi sala bilərik? Bombacı Luis Suarez salaq. Mbappe'ni salaq. İndi ikinci yarıdan tutduğumuza görə dizilişi dəyişə bilərik. Musiala salaq. Gizli forvet salaq. Raul və tam ortasa ya da ki orkestr şefi salaq. Müdafiəsi daha yaxşıdır Kimiçi. Və başlayaq. Və dostlar, oyuncu dəyişdirdik biz. Burada Mbappe. Mbappe Suarez'e. Suarez'dən təzədən Mbappe'yə. Musiala. Ay, Josel işdi. Buradan yeni Timber. Buradan attı buradan. Suarez. Suarez gözlüyoruz. Suarez. Suarez. Ay, yavaş çekti orada. Biraz çok çekse belki vurabilirdi bomba. Şut. Timber attı bomba. Suarez. Aha, Raul. Musiala. 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 Olmadı. Buradan Bommel. Röveşte yoxladı yuxarıdan. Mbappe'nin qabağına düşdü. Mbappe niye vuramadı? 12 dəqiqə. Və oyunumuz qurtardı dostlar. Ermənini 3-0 utduq. Həm də sizə dizilişi və taktikanı göstərdim. Yəni bu diziliş sayəsində oyunu rahat uda bilərsiniz və rahat birinci klasman ola bilərsiniz. Video bura kimi idi. Belə videoların davamı gəlməsini istəyirsinizsə kanala abunə olub like atmağı unutmayın. Sağ olun.